Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil veliyyikel fərəc. Məkasib kitabından 378-ci dərsi oxuyuruq. Məlumdur ki, bəhsimiz sehir və cadudan gedir. Və qeyd elədik ki, sehir haramdır, cadu haramdır və sehrin neçə növü var. Keçən dərsimizdə söhbət burada idi ki, Fazil-i Miqdad, Mühəddis-i Məclisi belə buyurdular ki, sehrin bütün növləri haramdır və hətta iki dənə elm, elmul xəvas, elmul heyl, bunlar da sehrə daxildir. Və bunlar da sehrə daxil olduğu üçün bunlar da haramdır. Və lakin digər alimlərimiz Fəxruddin, Şəhid-i Sani və digərləri mərhum Əllamə bunlar buyurdular ki, xeyr, sehir bu elmlərə, bu qismlərə şamil deyil. Və bu barədə oxuduq. Niyə? Mərhum şeyx buyurdu ki, zahir budur ki, bunların sözlərini şəhadət kimi götürmək olmaz. Çünki bunların istinadı ictihadadır. Şəhadət budur ki, o yerdə şəhadət qəbul olunar, onun istinadı hissə ola. Amma ictihad isə odur ki, onun istinadı hədsə ola. Əgər hissə olsa, bu məqbul. Hədsə olsa, onu şəhadət kimi qəbul eləmək olmaz. Xülasə bu barədə biz keçən dərsimizdə geniş məlumat verdik. Və mərhum şeyx buyurur, və hazihi şəhadətu min haulai əla ədəmi umumi ləfz-i sihr li cəmi'i ma təqəddəm minəl əqsam. Buyurur, bu üç dənə böyük şəxsiyyət, mərhum Əllamə və Fəxruddin və mərhum Şəhid-i Sani, bəs bunların tərəfindən şəhadətdir ki, bu qismlər sehr sözünə şamil olmurlar. Fazil-i Miqdad Mühəddis-i Məclisi demişdi olurlar. Amma bu üç böyük şəxsiyyət, bunlar deyirlər, əla ədəmi umumi ləfz-i sihr. Ləfz-i sihr, sihr sözü şamil olmur, umumiyyəti yoxdur li cəmi'i ma təqəddəm minəl əqsam. O qismləri ki oxuduq, onların hamısına şamil olmur. Və təqdimu şəhadətul isbat la yəcri fi hazəl mövzu. Və mərhum şeyx buyurur,
Burada şəhadət-i isbat, şəhadət-i nəfyə müqəddəm olmağı, qabağa düşməyi bu mövzuda cari olmur. Bunun mənası nədir? Bunun mənasını bilmək üçün gərək bir müqəddimə quraq, ondan sonra məlum olsun bu kəlmənin mənası. Yəni, ümumiyyətlə bir ümumi qaydamız var. Buna deyirlər qayda-i külli. Ümumi bir qaydamız var. Qayda bundan ibarətdir. Əgər hakimin yanında iki dəstə adam oldu və yaxud iki nəfər oldu. Biri şəhadət verdi isbata, digəri şəhadət verdi mənfiyə. Məsələn, biri dedi ki, filan kəs Zeyd məsələn şərab içib, digəri dedi ki, yox, içməyib. Biri şəhadət verdi isbata, biri şəhadət verdi mənfiyə. Ümumi qaydamız budur ki, qayda-i külli bundan ibarətdir ki, bu isbatı mənfidən qabağa salaq. Yəni, hakim burada bu müsbət deyəni qabağa salacaq, mənfi deyəni sonraya salacaq. Bu bir qaydadır. Mərhum şeyx buyurur, burada da Fazil-ü Miqdad mühəddisi məclisi deyir ki, bu iki dənə elm daxildir sehrə və haramdır. Amma mərhum Əllamə Fəxruddin və Şəhid-i Sani deyirlər ki, yox, bu elmlər sehrə daxil deyil və haram deyil. Bəs burada biri, yəni ikisi şəhadət verdi isbata, üçü şəhadət verdi mənfiyə. Bəs burada da elə o qaydaya əsasən isbat deyənlərin, yəni isbat deyənlərin sözünü qabağa salaq, yəni Fazil-i Miqdadın, mühəddisi məclisin sözünü qabağa salaq. Bunlar sabit eləyir, bunlar şəhadət verirlər isbata, deyirlər haramdır və daxildir sehrə, amma digər üç nəfər inkar eləyir. Mərhum şeyx buyurur, bu qayda burada cari olmaz. Bu yerdə bu qayda-i külli isbatı mənfiyə qabağa salmaq burada cari olmaz. Burada bu məqbul deyil. Əslində, niyə o isbat eləyənlərin sözünü nəfi eləyənlərin sözünə qabağa salırlar? Ona görə qabağa salırlar ki, isbat eləyənlər həmişə iddiayı elm eləyirlər. Məsələn, misalımız ki oldu, Zeyd şərab içir, bunu iddia eləyən deyir, yəni görmüşəm, yəni elmim var mənim Zeydin şərab içməliyinə. Amma digər ki, inkar eləyir, o deyir, yox, mənim elmim yoxdur, mən görməmişəm onun şərab içməliyini. Bəs biri burada iddiayı elm eləyir, biri inkar elm eləyir. Elm həmişə ədəmu elmidən qabağadır. Çünki elm ədəmul elmidən qabağadır, ona görə onu qabağa salırlar. Yəni, o qayda külli buna görədir.
Və lakin şeyx ki, burada buyurur və təqdimu şəhadətul isbat la yəcri fi hazəl mövzu, bu qayda bu yerdə tətbiq olunmur. Səbəbi bundan ibarətdir ki, bizim burada bu bəhsimizdə belə deyil məsələ. Yəni, burada biri iddiayı elm eləsin, biri ədəmul elm, belə deyil. Bəli, o qayda orada caridir ki, biri desin ki, mən görmüşəm bu kişi şərab içib, o birisi desin ki, mən görməmişəm. Burada qabaqdır. O ki, deyim, mən görmüşəm şərab içib, bu iddiayı elm eləyir, o birisi ədəmul elm eləyir, bu elmi qabağa salar bundan. Bu məqbul. Və lakin bizim bu ma nəhnu fihimizdə, yəni bu bəhsimizdə, burada fazil-i miqdad, mühəddis-i məclisi deyirlər ki, biz bilirik, bu iki dənə elm daxildir sehrə və həramdır. Amma Əllamə Şəhid-i Sani Fəxruddin deyir ki, demirlər bizim elmimiz yoxdur buna. Onlar da iddiayı elm eləyirlər. Onlar deyirlər ki, bəli, sehr kəlməsi bu elmlərdə işlənir. Yəni, inkar eləmirlər ki, bizim elmimiz. Onlar da iddiayı elm eləyirlər. Deyirlər, biz bilirik işlənir. Və lakin məcazi işlənir. Həqiqəti yoxdur. Çünki sehrin, tərifin, həqiqi tərifini biz oxuduq. Bəs bunlar demirlər ki, bizim elmimiz yoxdur. Bir dəfə bayaq dedim, bu şəxs deyir ki, mən görmüşəm bu kişi şərab içir, o biri deyir, mən bilmirəm, görməmişəm şərab içir. Bəli, burada o qayda tətbiq olunur. Və lakin ma nəhnu feyhimizdə burada bu qayda tətbiq olunmur. Çünki Şəhid-i Sani də, Əllamə də, Fəxruddin də, bunlar da iddiayı elm eləyir. Fazil-i miqdad, mühəddis-i məclisi də iddiayı elm eləyir. Onlar deyirlər ki, bu sehr işlənir. Yəni, bu iki dənə elmdə sehr sözü işlənir və həqiqətdir. Bunlar da deyir, işlənir və lakin məcazdır. Bəs ona görə və təqdimu şəhadətul isbat. Burada isbatın şəhadətini qabağa salaq, mənfiyə la yəcri fi hazəl mövzu. Bəs bizim bu mövzuda, ma nəhnu feyhimizdə o qayda tətbiq olunmur. O yerdə tətbiq olunardı ki, biri iddiayı elm eləsin, digəri inkar elm eləsin, desin ki, biz bilmirik. Onda cari idi o qayda burada, tətbiq olunardı. Və lakin burada o cür deyil. Ona görə mərhum şeyx buyurur, və təqdimu şəhadətul isbat la yəcri fi hazəl mövzu. Burada isbatın şəhadətini qabağa salmaq o mövzuda tətbiq olunmur. Elhamdülillahi Rabbil aləmin.